Bizim müharibə haramıza yaraşır. Müharibə istəyənin quyruğu suda gərək. Əgər yenə müharibə istəyirsə, pualara hazır olun, part, cum. Haramıza yaraşır axı müharibə. Bir də müharibə olsa, dilimizdə bir şar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Makrona od qoydu, birbaşa Azərbaycan. Hələ dəmir yumruğu demirəm. Hə, Ruben Ayariksakiya bunun bariz nümunəsidir. Mən də sizə bunu deyirəm də, yekə-yekə danışırdılar. Ayariklə Bakosakiyan'a şəxsən yığdım ki, çıxın oradan cəhənnəm olun. Sinələri veriflər qabağa gendroz belə. Axırı ne oldu? Hamısını doldurdular Qəzəlli 3 maşının quzasına, apardılar Bakıya. Dedim, bu Azərbaycan ordusudur. Mən dedim, eləcə mən eşitdim. Onunla mən İrəvana çatmışdım. Canımı çöldən tapmışam. Deməli, yekə-yekə danışan Sarkisyan idi, Koçaryan idi. Opşum, şəhərləyənlər hamısı qaçıb gizlənmişdir. O haniyana yığdım, dedər sən öz canıma qaşıma düşüb, qorxudan düşmüşdü. Dedi, gələmərəm, dedim, cəhənnəmə gəl. Hələ biri var, Ruben. Ursetdən vırıb gəlib pay atdı ondan. Bu adamda başdan başqa hər şey var. Qorxusundan nə təri əsirsə, elə orada da bunu soxublar, qoduqluğa götürüb gediblər. O gün yazıb, niyə məhkəməmə gəlmirsən? Gəlib ora, aparıb mənim də salsına sən yana. Hansı yaxşı əməl adı ora?